Hörmətli vətəndaşlar, son dövrlər kibercinayətkarlar arasında geniş yayılan üsullardan biri bank kartlarının drop kimi istifadəsidir. Yəni, bəzi insanlar öz bank kartlarını müəyyən məbləğ qarşılığında tanımadıkları şəxslərə verirlər. Lakin bu çox ciddi nəticələrə səbəb olur. Kartını cinayət məqsədi ilə başqasına verən hər kəs gələcəkdə cinayət məsuliyyətinə cəlb oluna bilər. Çünki həmin kart vasitəsilə dələduzluq və ya digər qanunsuz əməliyyat aparıldıqda, bank kartının sahibi hüquqi baxımdan cavabdeh sayılır. Unutmayın, kart məlumatları gizli saxlanmalıdır. Heç bir halda kartınızı və ya elektron bank hesabınızı başqasına verməyin. Tanımadığınız şəxslərin yüksək qazanc vədi ilə etdikləri təkliflərə aldanmayın. Bu cür hallara qarşı qanunvericilik daha da sərtləşdirilir və hüquq mühafizə orqanları tərəfindən ardıcıl əməliyyatlar həyata keçirilir. Hər birinizdən xahiş edirik, özünüzü və maliyyə təhlükəsizliyinizi qoruyun. Şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq mühafizə orqanlarına müraciət edin. Təhlükəsizlik hamımızın məsuliyyətidir.